Salam dəyərli izləyicilər, sizlər üçün Koreyadan yeni gətirdiyim Hyundai Santa Fe 2024 2-ci ay 16.000 yürüşdə 1.6 hibrid 2VD 7 yer tam bes kraska. Gözəl bir vəziyyətdə, altında Black Edition'ın diskləri 21'lik, Koreyada qoyulub, tam orijinaldır. Çox gözəl bir vəziyyətdədir. Avtomobil tam bes kraskadır, alıcı harda istəsə, hansı servisdə istəsə yoxlatdıra bilər. Avtomobilin hər bir yerini sizə təqdim edəcəm, baxın. 7 yer tam orijinaldır, qoyulma falan deyil. Baxa bilərsiniz. Tam gözəl bir vəziyyətdə, işlək bir vəziyyətdə. 220 çıxış var, USB-lər var, Type-C var. Alcantara damdır, 2 lükdür. Altını göstərim sizlərə, baxın, tərtəmiz, təptəzə. Təptəzədir. Göstərim, baxın, içərisi belə korичневый salon. Oturacağın qızdırıcısı var, işlək vəziyyətdədir. Yan pərdələr var. 2 lük, dam dediyim kimi Alcantara. Oturacaqların böyründə Type-C'lər var. Mebel işləmə var. Çox gözəldir, hədsiz dərəcədə. Yəni bu avtomobili sürəndən sonra ləzzətini görürlər. Yəni əla bir şeydir. Mən Sorento daha çox satmışam. Bu Sorentodan daha çox mənə ləzzət elədi. Elektron ruchnoydu, bagajın içərdən idarə olunması, barmaq izi var. Deməli, xətlə getmə var, distronik var. Yürüşün göstərim sizlərə, baxın. Tam 16.435 kilometr. Dönmə işığın vuranda kameraların açılması var. 2 dənə şunursuz zərətqə etmə var. Klimat kontrol var, sensordur, gözəldir, yəni əla bir şeydir. İşləməsində bir problem yoxdur. 360'ını göstərim sizlərə, baxın. Belə bir 360'ı da var. Sensorla idarə olunur. Video qeydiyyatı var. Çox gözəldir. Yəni avtomobili alıcı harda istəsə yoxlatdıra bilər. Avtomobilin motorxanasını göstərim sizlərə, baxın. 1.6 hibrid. Dəyişən detaldan ümumiyyətlə söz gedənməz, nə də kraskadan. Çox gözəl bir vəziyyətdədir. Tərtəmiz. Dediyim kimi, alıcı harda istəsə yoxlatdıra bilər. Baxa bilərsiniz. İçərisi belə gözəl bir vəziyyətdədir. Əladır. Avtomobil kimlərə maraqlı olsa, səhifədə olan nömrə ilə əlaqə saxlaya bilər. İzlədiyiniz üçün təşəkkür edirəm.